Prezident Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə başlamış və 44 gün davam edən şanlı zəfərimizlə başa çatan Vətən müharibəsi qazisi Bəhman Musayevin ad günüdür. Tədbirdə ictimaiyyət nümayəndələri ilə birlikdə iştirak edən Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmizdən, eləcə də bütün dövrlərdə dövlət başçısının və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhidlərimizə Allahdan rəhmət, qazimiz Bəhman Musayevə və bütün qazilərə şəfa diləyib. Qeyd edək ki, 2-ci Qarabağ müharibəsinin qazisi Bəhman Musayev dövlət başçısı tərəfindən cəsur döyüşçü və digər medallarla təltif edilib. Yaşad Fondu tərəfindən Türkiyədə müalicələr alıb. Sonda qazimiz Bəhman Musayev və ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.